Herkese salam dostlar. Bu günlər sizlərlə RCD-də maliyeti incələyəcəyik. Düzdür, maşında o qədər çox da dəyişikliklər olmayıb. Paradox verilib. Olmazsa olmazımız. Faralar çex faraya yığılıb. Disklər dəyişilib. Arxa stoplar və qabaq faralara tündləşdirilib. Pərdəmiz qoyulub, sonra Narmani nömrə. Arxa şüşələri qaralda bilmədiyimə görə ancaq şüşələrin rənginin tonunu qaralda bildim. Yəni çox da dəyişiklik yoxdur. Gördüyünüz kimi. Bu arada videoyu bəyənməyi və takip etməyi unutmayın. Belə videonun davam etməsini, gəlməsini istəyirsə, videonu bəyənin. İndi isə keçək test sürüşünə. İstəsəniz RCD-də necə podkastlar və necə hansı növləri var çəkib göstərə bilərəm. Başlayaq. Səsini azaldaq. İşıqlarımızı da yandırdıq. İşıqlı havada isə aydın göstərim. Yəni bu qədər. İndi isə başlayaq sürüşə. Xəritə çox da böyük olmasa da quruplayaq. Çox da böyük olmasa da yarış, 2 təkər belə şeylər üçün. Sürüş üçün biraz yaxşı xəritədir. Mən şəxsən xəritəni bəyənirəm. Maşının altı dağıldı. Maşında qalmadı. Əgər istəsəz 2 təkər videoları, sonra dost tanışla yarış videoları da gələcək. Gəlməsini istəyirsə şərh bölməsində qeyd edə bilərsiniz. İndi isə xəritəni əksinə fırlanaq, əksinə sürək. Xəritədə oynayanlar xəritənin hər bir bucağını da çox yaxşı bilir. Məmnunam. Bu xəritədə olan baqlarımı deyim. Nə bilmez. Sürəyə özümüz üçün. Olmazsa olmazımız da sürətlə ya stolbaya ya bardiyora. RCD əslində maşının əzilmə yəni gətirsəydi fizikini, əzilmə fiziği çox qəşəng olardı. Oyun biraz realistik olardı, amma buna da şükür. Burada biraz maşını sizə təzədən göstərmək istədim. Sonra isə videonu sonlandırmamışdan qabaq biraz drift edərik. Sonra sonlandırarıq. Deməli, gördüyünüz kimi bu qədər.
Mən şəxsən bu maşını bəyənirəm. Vazın şəxsi hansı maşındır? Mənə görə 07. Başqası ola da bilməz. Düz yolda motor çırır özünü, amma gəl ki, drift edəndə gücü çatmır. Düzdür, stok motordur, nə gözləyirsən, amma yenə də bu sonsuz alınmır. Yəni, bu qədər. Sağ olun, salamat qalın. Görüşək.